Doktor, ortopedik ayaqqabı və içliklər həqiqətən faydalıdırmı? Bəli, faydalıdır, amma baxır harda və necə. Təbii ki, doktor müayinəsindən sonra, göndəriş olduqdan sonra edilməsi daha uyğundur. Ayaqlarda bu daha çox düz pəncəliklərdə iç tərəfdəki konfor və yaxud da oradakı yükün dağılımı üçün və ayaq oxun düzəldilməsi üçün edilə bilər. Amma bunu unutmamalıdır ki, xəstələrimiz bu müalicə profilaktik olaraq hər kəsin etməsi gərəkmir və edilməməlidir. Ortopedik ayaqqabı daha çox ayağın quruluşuna daha uyğun olan ayaqqabılar nəzərdə tuturuq. Bunun istifadəsində bir bəis yoxdur. İçliklər isə bəzən xüsusi məqsədə yönəlik hazırlayırıq. Adətdə üzrə düz pəncəlikdə daha çox istifadə edirik. Yəni möcüzə gözləməmək lazım. Müəyyən vəziyyətlərdə və müəyyən situasiyalarda istifadə edirik. Bu da adətən daha çox ayaqlarda uzunluq fərqi olduğunda düz pəncəliyə bağlı. O uzunluq fərqini tolerə etmək üçün ayağın iç tağını əmələ gətirmək üçün xüsusi hazırlanmış içliklərdən, supinatorlardan istifadə edirik. Kəsinliklə həkimin müayinəsi və təyini sonrası istifadə etmək məsləhətdir. Əgər övladınızın ayağını yerə basması ilə və ya gəzişi ilə əlaqədar sizi narahat edən bir vizual bir problem varsa və yaxud da ürəyiniz bu mövzuda rahat deyilsə, hər hansı bir ortopedə və ya həmçinin bizim tərəfimizə müraciət edib, müayinə etdirib, bu tərz ayaqqabı və ya içliklərin istifadəsinə gərək olub-olmadığını və ya daha fərqli və daha iləri müalicə metodlarına gərək olub-olmadığını öyrənə bilərsiniz.